Bismillahirrahmanirrahim. Dəyərli izləyicilər, beynəlxalq vəziyyətdəki gərginlik artdıqca Azərbaycanda da Yəhudi mediası aktivləşir. Təqdim edəcəyimiz bu videoda bu qadın iddia edir ki, ermənilərə buğda verənlərə dəstək olanlar vətən xainidir, onların yeri DTX-nın padvalıdır. Bizim Azərbaycanın düşməninə buğda verən, çörək verən, yanacaq verən, diplomatik dəstək göstərən, hər cür dəstək verən bir rejimi Azərbaycan vətəndaşı müdafiə edirsə, onun yeri DTX-nın padvalıdır, zirzəmisidir. Gəlin izləyək, görək ermənilərə buğdanı kimlər verib. İşte bu Demirel dediğiniz adam Ermenilere buğday yardımı yapıyor. Bu Demirel dediğiniz adam Ermenilere elektrik veriyor. Neden? Çünkü Amerika'dan Bush telefon ediyor, ver diyor, veriyor. Şimdi Bosna'ya... Parti işinizdir, çok Tabii iyi. biliyorum. Ama biz buradan bakanda hamımızı kardeş kimi görürüz. Hiç şüphesiz. Hamısı yaxşı. Hiç şüphesiz de. Bu cür çalışır, bu bir tercih. Her çalışma metodu başkadır. Ama hamısı bizim için kardeştir. Gördüğünüz bu videoda Türkiye'nin en tanınmış, en nüfuzlu simalarından biri, siyasi xadimlərindən biri, 2 dəfə hökumət təşkil eləmiş bir şəxs, yəni Nəcməddin Arbakan açıq-aşkar təsdiq eləyir ki, Süleyman Demirel hökuməti ermənilərə buğda verib, ermənilərə elektrik verib. Və burada Əbülfəz Elçibəy erməniyə buğda verən Süleyman Demirel hökumətini, Türkiyə hökumətini özünə qardaş hesab edir. Yəni bu qadının məntiqi ilə yanaşsaq, bəs ən böyük vətən xaini Elçibəy olur. DTX padvalına salınmalı olan Elçibəy və onun kimi düşünən insanlar olur ki, erməniyə buğda verənləri dəstəkləyir, onlara qardaş deyir. Dəyərli izləyicilər, yəni bütün bunlar onu göstərir ki, Yahudi təsiri, İsrail təsiri altında olan media qurumları, siyasi xadimlər, ictimai insanlar uzun illərdir ki, belə yalan ifadələr yayaraq iki qardaşı bir-biri ilə düşmən ediblər. Hansı ki, vətənimizin ağır günlərində, həmən bu günləri İranı bizi ilə düşmən eləyən insanların qaçıb, haradasa gizlənib, hansısa tində bucaqda gizləndiyi bir vaxtda, İran İslam Respublikası öz silahı ilə, öz əskəri ilə, öz buğdası ilə, öz iqtisadi dəstəyi ilə Azərbaycanın ağır günlərində Azərbaycana dəstək verdi. Gəlin bunu da izləyək. Azərbaycanda ilk yardım göstərən, Azərbaycanda ilk gələn humanitar təşkilat məhz İran təşkilatları olubdur. Ermənilər tərəfindən o dərəcədə məkirli bir plan həyata görülmüşdü ki, onlar Füzulidən girərək Cəbrayıl-Füzuli yolunu kəsmişdilər. Qubadlı və Zəngilan blokada şəraitinə çıxmışdı. Onların məqsədi orada yaşayan 400 min insanı qırmaqla məhv etmək idi. O zaman bunu açıqca deməliyəm mən. İran topçuları hətta müdaxilə elədilər. Onların müdaxiləsi olmasaydı o 400 min insanın bəlkə biri sağ qalmayacaqdı. Arazın üzərindən humanitar körpü açdılar. O vaxtı sağ olsun İran hökuməti kömək elədi ki, millət arazı keçdi İrana. İnsan hakimlərini millətə göstərmək lazımdır. Hər Elə biz istəyərdik Horadiz qaydan kimi bütün işğalan torpaqlar qaydaydı. Biz o günü yaxşı xatırlayırıq. Həqiqətən həmin vaxtı İran İslam Respublikasının bizə çox böyük köməyi dəymişdir. Mən onu xatırlayıram, ona görə özüm döyüşçü olmuşam. Sepahın yardım, Sepah da İran Silahlı Qüvvələr Sepahdır. Sepahın yardımlarını necə gördünüz o zaman Horadizin azad olunmağında? Çox gözəl. Hətta gəlib biz orada təlim keçiblər. Mən özüm iştirakçı olmuşam, bilirəm, bunu yaxşı bilirəm. Mən özüm xüsusi təyinatlı olmuşam, o təlimlərdə iştirak eləmişəm. Bəli, çox gözəl təsdiqləyirik. Yardım da hələ mənim yadımdan çıxmır. O həqiqətdir, doğrudur. Bəli, İran qardaş ölkə bizə çox yaxşı kömək elədi. Biz onu heç vaxt unutmarıq. Gördüğünüz bu videoda Heydər Əliyev İran prezidenti Rəfsanjaniyə hər tərəfli dəstək verdiyi üçün öz təşəkkürünü bildirir. İndi kimdir Azərbaycanın düşməni? İndi kimdir Azərbaycanın düşmənlərinə dəstək verənlərə qardaş deyənlər? Kimdir? Dəyərli izləyicilər, Azərbaycan xalqı, Azərbaycan adiyyatı qurumları bir şəhid ailəsi kimi,
azadlıq uğrunda mübarizədə və meydanında olan bir adam kimi sizdən tələb edirəm ki, bu cür media qurumları, bu cür siyasilər, bu düşüncədə olan insanlar ki, millətlər arasında düşmənçilik toxumu səpirlər. Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vururlar, bunlara qarşı ciddi tədbir görülməlidir. Bugün bu media qurumlarının məntiqsiz, satqın təbliğatlarına görə bütün Türk dünyası Azərbaycana qarşı mənfi fikirdədir. Azərbaycanı Yahudinin yanında, İsrailin yanında göstərən bu media qurumlarının yararsız fəaliyyəti nəticəsində həm Türk dünyası, həm İslam dünyası, həm Xristiyan dünyası, həm özünə hörmət eləyən Yahudi dünyası Azərbaycana qarşı mənfi münasibətdədir. Çünki bu media qurumları elə göstərir ki, Azərbaycan Yahudidən daha artıq Yahudi olub. Ona görə bunlara qarşı ciddi addımlar atılmalıdır. Əziz xalqım, bizi özümüzlə düşmən eləyən bu cür qurumlardır, bu cür insanlardır. Mənəviyyatımızla, dinimizlə, tariximizlə, milli keçmişimizlə, milli kimliyimizlə düşmən olanlar bunlardır. Ayılın.